Azərbaycan Yazıçılar Birliyi adından Azərbaycan Yazıçılar Birliyi bədii tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, görkəmli ədəbi tərcüməçi, tanınmış şair, Qızıl Kəlmə mükafatı laureatı Əsəd Cahangirə söz verilir. Əsəd Cahangiri gəlin bir ürəkdən alqışlayaq. Böyük alimimizi, böyük tənqidçimizi. Bu əlamətlər gündə tanınmış şairə Borçalı torpağının yetirməsi, el anası, fəxrimiz, ləyaqətimiz, şanımız, şöhrətimiz, şöhrət ordenli Saadət Qutanın yubileyində sizləri salamlamaqdan hədsiz məmnuniyyət duyuram. Saadət xanım mənim üçün sadəcə bir şairə deyil. Saadət xanım mənim üçün Azərbaycan deməkdir. Saadət xanım Azərbaycan bayrağı deməkdir. Azərbaycanın qeyrəti deməkdir, namusu deməkdir, şöhrəti deməkdir. Azərbaycan anası deməkdir. Saadət xanımın şeirlərində tərənnüm etdiyi təbiət gözəllikləri, Azərbaycanın birliyi və vəhdəti ideyası, saf məhəbbət duyğuları, böyük vətən sevgisi, ən böyük alqışa, ən böyük tərifə layiqdir. Saadət xanım mənim nəzərimdə Məhsəti Gəncəvidən, Heyran xanımdan, Fatma xanım Kəminədən, Gövhər ağadan, Ağabəyim ağadan, Xurşudbanu Natəvandan, Mirvarid Dilvazidən, Nigar Rəhbərlidən tutmuş Əzzə Cəfərzadiyə və Saadət Qutuya qədər 1000 illik bir ana ədəbiyyatının, bir qadın poeziyasının Azərbaycan ədəbiyyatındakı ən parlaq simalarından biridir. Bir neçə il bundan əvvəl mən Saadət xanımı ilk dəfə Yazıçılar Birliyinin Natəvan zalında görəndə çox böyük təəccüb hissi ilə məndə Saadət xanıma qarşı böyük bir rəğbət hissi yarandı. Və mən bunu ora yozdum ki, bu xanımın Azərbaycan qadınlarına məxsus olan həyası, abrı, isməti, əxlaqı, tərbiyəsi, mənəvi gözəllikləri məndə bu rəğbət hissini doğurubdur. Əlbəttə ki, bu da var idi. Amma bu, sonradan bildim ki, yeganə səbəb deyilmiş. Aydın oldu ki, mənə bir neçə ildən sonra Saadət xanımın doğulduğu Qızıl Kilsə kəndi mənim ulu babalarımın səndə və doğma vətəni imiş. Və bir neçə əsr öncə mənim babalarımı oradan İmişlinin Sarısı yatağına keçiriblər. Bunu mənə Azərbaycanın böyük şəcərəşünası Ənvər müəllim dedi. İndi o haqq dünyasındadır. Allah ona rəhmət eləsin. O mənə özümü başa düşməkdə, öz dərin köllərimi anlamaqda kömək elədi. Eyni zamanda Saadət Qutaya olan böyük rəğbətimin həm də bəlkə hansısa qan-gen bağlı ilə bağlı olduğunu mənə başa saldı. Əziz Saadət xanım, siz Qızıl Kilsədən olmasaydınız da, Azərbaycanın istənilən bir bölgəsindən olsaydınız da, yenə də mənim üçün elə əziz, yenə də mənim üçün belə şöhrətli, doğma və rəğbətli olardınız. Siz bu hörməti, bu şöhrəti və bu rəğbəti öz davranışınızla, öz yaradıcılığınızla, hər cür tərifə və təhsinə layiq olan əxlaqınızla, ləyaqətinizlə qazanmışsınız. 75 illik ömrün zirvəsində durub, bugün sizin Azərbaycan qarşısında, el obanız qarşısında alnı açıq, üzü ağ, ləyaqətlə hesabat verməyə haqqınız var. Bura toplaşan insanlar, sizə məhəbbətlə dikilən bu nəzərlər göstərir ki, siz o 75 ili boş yerə yaşamamışsınız. Və mən sizə baxanda düşünürəm ki, 75 yaş nə qədər gözəldir. İnsanın ləyaqətlə yaşlanması,
ləyaqətlə ömrün müəyyən bir zirvəsinə gəlib çatması və açıq alınla insanlara, cəmiyyətə bu yaşda hesabat verməsi nə qədər qürur vericidir. Çox hörmətli Səadət xanım, mən Yazıçılar Birliyi, onun rəhbərliyi və bütün Yazıçılar Birliyinin 3000 nəfər üzvü adından sizi təbrik edirəm və sizi Anar müəllimin şəxsən imzaladığı fəxri diplomu, təbrik, yəni naməsini, belə demək olarsa, sizə təqdim etməzdən öncə icazənizlə sizi də, məni də və burada əyləşən bütün insanları da bugün bir nöqtədə birləşdirən o gözəl Ağkilsə kəndi haqqında yazdığınız şeiri oxumaq istəyirəm. Qızıl kilsənin torpağı gövhərdir, daşları ləldir. Havası dərmandır qızıl kilsənin. Qoyunu bərəkətli bağçadır, bağdır. Dörd yanı ormandır qızıl kilsənin. Şinliyə boylanır atıcı dağı. Hər evin önündə vardır bulağı. Qonaq gəl yazbaşı, ilk bahar çağı. Xalqı mehribandır qızıl kilsənin. Dəmirçi Həsənli olub soyadı. Atamın, babamın yuvası, yurdu. Bu da qeyrətli bir alınmaz ordu. Sevgisi ümmandır qızıl kilsənin. İndi isə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi və bütün üzvləri adından Anar müəllimin imzaladığı deməli, diplomu Səadət Qutuya təqdim edirəm. Azərbaycan Yazıçılar Birliyi fəxri diplom. Şair Səadət Qutuya anadan olmasının 75 illik yubileyi münasibəti ilə təqdim olunur və təltif olunur. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.